Bəzən insanda hiss olunur ki, insan ibadətlər üçün tənbəllik çəkir. Namazları əda etməkdə tənbəllik çəkir. Və bəzən də elə olur ki, insan namazın sünnələrini tərk edir. Və əlavə sünnədə gələn ibadətləri etməkdən çəkinir, tərk edir. Nə üçün? Ağır gəldiyi üçün. Deməli, bunun da halı, müalicəsi insanın Allahı çox zikr etməsidir. Dəlil də hardan gəlir? Dəlil də bir gün bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və ibadətlərin onun üçün ağır olduğunu deyir, çətin olduğunu deyir. Kişinin bu sözü deməsində iki şey görünür, iki şey başa düşülür. Birincisi, onun Peyğəmbər sallallahu aleyhi və səlləmdən istəməsi ki, ey Allahın Rasulü, mənə ibadətlərdən bəzilərini yüngülləşdir. Yəni, 5 vaxt namazısa ondan ikisini məndən götür. Və yaxud da ki, Ramazan ayı 30 gündürsə, bundan 10-unu, 15-ini mənim üçün azalt. Və bunun kimi digər ibadətləri mənim üçün asanlaşdır. Çünki mənə ağır gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm də ona buyurur ki, dilin daim Allahı zikr etməklə məşğul olsun. Həqiqətən insanın dili Allahı çox zikr edərsə, onun üçün ağır olan ibadətlər asanlaşar. Fikir versəz, Peyğəmbər s.ə.v səhih hədislərində buyurur ki, münafiq üçün ən ağır namaz fəcr namazı və həmçinin də işa namazıdır. Və başqa ayədə Allah-u Teala münafiqlər barəsində buyurur ki, وَلَا يَذْكُرُونَ اللّٰهَ إِلَّا قَلِيلًا Onlar Allahı çox az zikr edərlər. Buna görə insanın Allahı az zikr etməsi, onun ibadətlərdə tənbəlləşməsinə gətirib çıxardır. Və həmçinin Allah qorusun, ibadətləri tərk etməyə gətirib çıxardır. Və bəzən insan üçün də zikr etməkdə çətin gəlir. Və bu zamanda Peyğəmbər sallallahu aleyhi və səlləmin məşhur duası var, hansı ki, hər namazın sonunda, təşəhhüddən sonra və salamdan qabağa oxunur. Allahümmə, ey Rəbbim, ə'inni, mənə kömək elə. Alə zikrikə, sənə zikr etməyə. Və şükrikə, verdiyi nimətlərə şükr etməyə. Və husni ibadətik, və sənə gözəl bir şəkildə ibadət etməyə mənə yardım elə. Baxın, yenə həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bu duasında belə zikir birinci gəldi.